Dezinfeksiya tədbirləri dövlət tərəfindən hansı hallarda aparılır? Qanunvericiliyə əsasən gigiyena və epidemiologiya mərkəzləri epidemiya təhlükəsi olan yerlərdə yoluxucu xəstəliklərin və xüsusi təhlükəli infeksiyaların yayılması ehtimalı olan yerlərdə və hallarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təşkil edir və bunun üzərində dövlət sanitariya nəzarətini həyata keçirir. Digər yerlərdə, məsələn, yaşayış binalarının zirzəmilərində, yuxarıda göstərilən hallar yoxdursa, bu işlər dezinfeksiya, dezinseksiya, depatizasiya işləri ilə məşğul olan və müvafiq lisenziyası olan fiziki və ya hüquqi şəxslər tərəfindən aparıla bilər. Məsələ ilə əlaqədar mərkəzi kommunal və texniki xidmət sahələri və ya mərkəzi tikinti korporativlərinə də müraciət edilə bilər.